Salam dostlar, necəsiz? Bu günlər sizinlə birlikdə 6-cı sinif coğrafiya kitabından 38 və 39-cu səhifələrin fəaliyyətini işləyirik. İlk öncə birinci suala baxırıq. Kodlaşdırılmanın hansı əhəmiyyəti var? Kodlaşdırılma yol nişanları, rəqəmlər, bürclərin işarələri, hərflər və musiqi notlarıdır. Səslər, ədədlər, yol hərəkəti qaydaları kodlaşmasaydı nə baş verərdi? İnsanlar yol hərəkət qaydalarına əməl etməz və qəza keçirər. Əgər siz qısa şəkildə yazın, baxın, yəni belə. Əgər yol sürəti 50 edirsə, siz 100 ilə gedirsinizsə, onda qəza keçirmə ehtimalı çoxdur. 3. A, B, C, D, E və F təsvirini əlavə kodlaşdırmaya daha hansı nümunələr göstərə bilərsiniz? A, B, C, D, E, F şəkilləri bunlardır. Yəni mən bura şəkillər və fiqurlar əlavə edərdim. Yəni əgər əlimdə olsaydı. İndi keçək 4-cü aşamaya. B şəklində istifadə olunan damğalar müasir dövrdə nə ilə əvəz olunmuşdur? 4-də bu belə damğa baxın budur. Müasir dövrdə bunlardan istifadə edirlər insanlar. Bir-birinə xəbər ötürmək üçün bu damğalardan istifadə edirdilər. Burada da yazmalısınız. İnsanlar bir-birinə keçmiş zamanda xəbər ötürmək üçün damğalar fiqurlarından istifadə edirlər. Yəni damğalar kodlaşdırılmasından istifadə edirdilər. İndi başa keçək. Mobil telefonumuza yaxın dostumuzu və ya qohumumuzu zəng edib dəqiq soruşsa, siz bu barədə məlumat necə verə bilərsiniz? İndi 5-də məkanın görüntüləri müasir texnologiya vasitəsilə xüsusi peyklərlə çəkilir və qəbul edilən siqnallar birləşdirilir. 6-ya keçək. G şəklində sərnişin taksi sifariş etmək üçün necə baş verir? Bunun üçün də mobil telefonlardan necə istifadə etmək lazımdır? Biz ilk öncə QMS kodlaşdırılmasından istifadə edirik. Keçmiş zamanlarda həm QMS, həm də və yaxud da başqa kodlaşdırmalarda istifadə edilir. Biz də QMS kodlaşdırılması ilə xüsusi peyklər göndəririk və siqnal qəbul edən taksiyə taksini sifariş edərik. 7. H təsvirində aparılan əməliyyatı necə izah edə bilərsiniz? Belə xəritələrin tərtib edilməsi QMS-lər və onların işini təşkil edən peyklərlə yaradandan sonra mümkün olmuşdur. Təsvirləri əldə etmək üçün bu peyklər yer səthinin şəklini çəkən xüsusi kameralarda təchiz olunur. Kameradan çəkilən görüntülər kodlaşdırılmış siqnallarla yerdəki cihazlara ötürülür. Daha sonra kompüterlərlə xəritə yaratmaq üçün nəzərdə tutulan xüsusi proqramların köməyi ilə rəqəmsal xəritələr yaradılır. Dostlar, bu qədər değildi. Yəni indi bunun davamı da gələcək inşallah. Bu vlogun içində başqa vlog da olacaq. Yəni indi bu vlogun davamı bilmirəm nə vlog olacaq. Amma yenə də mən sizə bundan sonra başqa bir vlog da çəkəcəyimə söz verirəm. Yəni bu videonun içində vlog çəkəcəm, söz verirəm sizə. Amma bilmirəm nə vlogudur. Video qarşı olacaq yəni. Gəlin indi keçək başqa vloga.